Qışın ilk ayı, 2025-ci ilin son ayını yaşayırıq. Artıq sərt qış özünü göstərməkdədir və havalar soyuyub. Elə sabahda, yəni dekabrın 2-sində havanın çiskinli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinə məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bulutlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosferdə əzqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 12-15 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.